Salam əziz dostlar, növbəti videoda xoş gördük sizi. Bugün sizə son zamanlar çox qarşılaşdığım bir mövzudan, aktual bir mövzudan, qumar asıllığından danışacağım. Qumar asıllığı ilə bağlı əslində bir neçə dəfə bu mövzuya toxunmuşuq, amma görürəm ki, getdikcə bu daha çox artır və bu məsələyə daha çox diqqət çəkilməsi lazımdır. Müasir Azərbaycanda qumarla bağlı sürətli, geniş yayılan bir virus var. Yəni insanların sürətlə qumar asıllığına mübtəla olması görünür. Bu günləri qarşılaşdığım hər 5 adamdan biri artıq qumar asıllığından əziyyət çəkir. Və insanlar çox zaman bunun bir çarəsi olmadığını düşünür. Əslində elə deyil. Qumar asıllığının çarəsi var. Çünki qumar asıllıqları adətən altında yatan başqa səbəblərə görə. Məsələn, qumar asıllığına yatan səbəbləri 4 ana səbəbi sayacağım ki, bu 4 ana səbəb qumar asıllığının əslində altında yatan əsas ana səbəblərdəndir. Birincisi, başqaları tərəfindən əzilən və aşağılanan insanların, bu adətən zəngin ailələrdə olur, başqaları tərəfindən, valideynləri tərəfindən, çevrəsi tərəfindən aşağılanan, çox tənqid olunan uşaqlar, oğlanlar əsasən, amma qızlar da olur. Qumar asıllığına daha çox düşürlər. Niyə? Bir an öncə iqtisadi azadlıqlarını qazanmaq istəyirlər, amma bunu qısa yolda eləməyə çalışırlar, özlərini təsdiq eləməyə çalışırlar və ona görə də aşağılanan, əsasən zəngin ailələrdə, imkanı normal ailələrdə olan uşaqlarda və gənclərdə bunu konkret olaraq tez, rahat şəkildə görmək olur ki, bu problemdir. Ona görə də övladlarla danışanda mütləq şəkildə aşağılama və tənqiddən daha çox onunla anlayışlı dillə danışın ki, bu məsələni öncədən planlaya biləsiniz. 2. Böyük travmalara sahib olanlar, xəyanətə uğrayan insanlar, dost çevrəsi tərəfindən aldadılan insanlar qisas hissi ilə insanları bir şeyləri sübut eləmək arzusuyla qumar asıllığına daha çox düşürlər və özlərinin təsdiq ehtiyacı yaradırlar ki, bu da qumara gətirib çıxardır. 3. Ümumiyyətlə, bəzi insanların həyatda həyəcanı çatmır. Həyəcan çatmadığı üçün də həyatındakı o həyəcanın boşluğunu qumarla doldura bilirlər. Çünki qumar həyəcan yaradır və qumarla doldura bildikləri üçün o həyatlarındakı boşluğu qumarla doldurduqları üçün qumar asıllıqlarından əziyyət çəkirlər və onların həyatında müəyyən həyəcan yarada biləcək müəyyən nüansları formalaşdırmaqla ondan qurtula bilərlər. Və 4. ən əsası, Azərbaycan insanının ən böyük qumar asıllığı yaradan əsas səbəblərdən biri onların inam hissindəki travmalardır. Nə? Yəni, kimsəyə inanmır. Dövlətinə inanmır, özünə inanmır, ailəsinə inanmır və daim bir qaçış, reallığından qaçış arzusu var. O reallığından qaçış arzusu ən qısa zamanda qumarı bir çıxış yolu kimi onlarda göstərir və onlar bu qumar asıllığını konkret çıxış yolu kimi görürlər və bu təliyyədə düşə bilirlər. Nəticə itibarilə də qumar onların həyatının bir parçasına, hətta ən böyük lənətinə çevrilə bilir. Bax, bu 4-ünü də bərabərləşdikdə sonuçda hər şey gəlir insanın özünə verdiyi dəyər, özünə olan inanc hissinə bağlanır. Yəni, insanın öz sayğısı, özünə daxili hörməti, özünə hörmət hissini zədələyən bir proses onun qumar asıllığına itələnməsində ən böyük səbəblərdən biridir. Ona görə də dostlar, ailənizdə qumar asıllığından əziyyət çəkən biriləri varsa, mütləq şəkildə onu buna itən əsas səbəbi tapın, o səbəbi ortadan qaldırmaq üçün özünüz bacarsa, özünüz edin, bacarmırsınızsa da peşəkar dəstək alaraq bu problemi çözə bilərsiniz. Yəni, qumar asıllığı qalıcı bir asıllıq deyil. Normal, peşəkar dəstək alaraq problemdən qurtula bilərsiniz. O problemi tamamilə həyatınızdan çıxara bilərsiniz. Ümidsiz olmayın, peşəkar dəstək almaqdan da çəkinməyin. Qumar asıllığından xilas olma sizin də haqqınızdır.